Doktor, tez-tez eşitdiyimiz xəbərlərdən biri də məhz dönərdən zəhərlənmədir. Çox maraqlıdır. İnsan nə zaman dönərdən zəhərlənə bilər? Bəzən olur ki, bir dönəri məsələn 5 nəfər yeyir, amma həmin dönərdən sadəcə bir nəfər zəhərlənir. Bu nə ilə bağlıdır? Burada istifadə olunan toyuq əti və mal ətinin keyfiyyətsizliyi, düzgün saxlanma qaydalarına, saxlanma müddətinə əməl olunub-olunmayıb ona bağlı ola bilir. Bəzən bu gün hazırlanmış dönəri növbəti gündə istifadəyə verirlər. Ən riskli bu ola bilər. Ətin yaxşı bişməməsi, onun içində olan sosların xarab olması, sanitar-gigiyenik qaydalara düzgün əməl olunub-olunmayıbmı, bu da bir şərtdir. Qaldı ki, eyni dönəri yaxud dönər olmasın digər bir qidanı bir neçə nəfər yeyir, amma onun biri zəhərlənir. Bu nəyə bağlı ola bilər? Burada bir fərdi xüsusiyyətə bağlıdır. Əksər insanların hansısa bir qidaya qarşı bir bədənində bir toksik allergik reaksiya vermə təsiri vardır. Həssas Məsəl olurlar. üçün, insan var ki, yarpaq dolmasını qəbul etdiyi zaman mədədə kəskin pristup tutur. Amma digər insanlarda bu belə deyil. Yəni bunda ona qarşı bir həssaslıq vardır. Dönərdən bir dönəri bir neçə nəfər yeyir, hamısı zəhərlənmirsə, bu ola bilər həmin o zəhərlənən şəxsin dönərin o çirklənmiş hissəsini, yəni infeksiya ilə çirklənmiş hissəni qəbul edib. Ona bağlı ola bilər. Sonra burada bağırsaq mikroflorası da əhəmiyyət daşıyır. Bağırsaq mikrobiotası normal, sağlam olmayan şəxslər, disbakterioz olan insanlarda balans tez pozula bilir və zəhərlənməyə biraz şərait yarada bilir. Yəni bunlar hamısı önəmlidir. İnsanın həssaslığı, allergik reaksiyalarının olub-olmaması, bağırsaq mikrobiotası, əsəb psixoloji durumu, immuniteti, yəni bunların hamısının bir müəyyən əhəmiyyəti vardır.